Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması üzrə strateji işçi qrupunun onlayn formatda keçirilən ilk iclasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında iclas barədə məlumat paylaşılıb. Görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair anlaşma memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik. ABŞ prezidenti Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir, deyə səfirliyin məlumatında qeyd olunub. Bu görüş bir daha sübut edir ki, Tramp Cənubi Qafqazda məhz Azərbaycanı özünün strateji tərəfdaşı seçərək keçmiş administrasiyanın yanlış siyasətini düzəltməyə çalışır. Azərbaycan və ABŞ arasında münasibətlər 1990-cı illərin əvvəllərindən başlayaraq müxtəlif mərhələlərdən keçib. Lakin 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan anlaşma memorandumu ikitərəfli münasibətlərdə strateji tərəfdaşlıq dövrünü açıb. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqamət əhatə edir. Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq, enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar. Bu istiqamət ABŞ üçün bir neçə məqsədə xidmət edir. Birincisi, Rusiya və İran marşrutlarından yan keçən alternativ nəqliyyat və enerji təhlükəsizliyi məsələsidir burada. Yəni nəqliyyat dəhlizlərinin artıq işə başlamasıdır. İkincisi, orta dəhlizin vasitəsilə Çin-Avropa ticarətində geosiyasi risklərin azaldılmasıdır. Üçüncü məsələ isə ümumiyyətlə Azərbaycanı Cənubi Qafqazın logistik mərkəzinə çevirmək, regionda sabitlik yaratmaq məqsədi daşıyırdı. Əlbəttə, bu ona görə deyil ki, yəni Amerika Birləşmiş Ştatları Azərbaycanı daha çox sevir. Əlbəttə, bu sadəcə iqtisadi perspektivləri üzərində, yəni ABŞ-ın strateji perspektivləri üzərində hər hansı bir təhlükəli məqama rast gəlməmək istənməsindən irəli gəlir. Yəni bunların öncədən qarşısının alınması. Bu da o anlama gəlir ki, ABŞ bu kontekstdə Azərbaycana yalnız enerji ixracatçısı kimi deyil, həm də Avrasiya bağlantılarının kilit ölkəsi kimi həm də baxır. ABŞ və Azərbaycan arasında strateji əlaqə yüksələn xəttlə inkişaf edir. Üstəlik diqqətə saxlamalı bir məqam var ki, strateji tərəfdaşlıq qısa müddətli deyil, adətən orta və uzun müddətli dövrü əhatə edir. Hədəf də məhz uzun müddətli dövrdə tərəfdaşlığa nail olmaqdır. İşçi qrupun görüşündə də strateji məsələlər, xüsusilə iqtisadi sahədə daha geniş əməkdaşlıq qurulmasına imkan yaradılmasının müzakirə olunması bunu bir daha sübut edir. ABŞ-da verilən qərarları mən deyərdim ki, yalnız Trump administrasiyası ilə məhdudlaşdırılmır. Yəni bilirsiniz, əgər bu yaxınlıq, yəni ABŞ-Azərbaycan arasındakı yaxınlıq təkcə Trump administrasiyası ilə, yəni onun siyasi iradəsi ilə bağlı olarsa, əlbəttə deyərdim ki, burada risklər yüksəkdir. Amma yox, əgər burada konkret layihələr, investisiya müqavilələri, institusional belə deyək, mexanizmlər möhkəmlənərsə, təbii ki, davamlılıq təmin oluna bilər. Bu nəinki Trump dönəmində, hətta Trump dönəmindən sonra da ABŞ-Azərbaycan münasibətləri yəni öz axarı ilə davam edə bilər. Qeyd edək ki, son dövrlər Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsində də artım qeyd alınıb. Azərbaycanlı investorların ABŞ iqtisadiyyatına sərmayəsi 2025-ci ildə 2 dəfəyə qədər artıb. Eyni zamanda ixrac əməliyyatlarında da artım müşahidə olunub. Bütün bunlar iki ölkə arasında münasibətlərin dərinləşməsindən xəbər verir. Strateji tərəfdaşlığın iqtisadi və ticari əlaqələrin genişləndiyini təsdiq edir.